Azərbaycandan Ukraynaya növbəti dəfə enerji avadanlıqlarından ibarət humanitar yardım göndərildi. Ukraynanın Azərbaycandakı səfiri Yuri Gusev bildirdi ki, 31 generator və ehtiyat sistemlərindən ibarət avadanlıqlar Ukrayna Fövqəladə Hallar Nazirliyinin bölmələrinə, Rusiya hücumlarından təsirlənən xəstəxanalara və bölgələrə təhvil veriləcək. Bugün Ukrayna humanitar yardım üçün növbəti yükü yola salır. Humanitar yardım paketi bizim üçün çox vacibdir. Çünki Rusiya bizim elektrik sistemlərimizin böyük bir hissəsini məhv edib və bizim elektrik üçün bu generatorlara çox ehtiyacımız var. Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına minnətdarlığımızı bildirmək istəyirəm. Dəstəyinizi yüksək qiymətləndiririk. Ən qaranlıq vaxtımızda bizə köməklik göstərdiyiniz üçün təşəkkür edirik və Ukrayna xalqı Azərbaycanın göstərdiyi humanitar yardımları heç vaxt unutmayacaq. Azərbaycan-Ukrayna parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə qeyd etdi ki, Bakının Kiyevə göndərdiyi yardımlar artıq silsilə tədbirlərə çevrilib və ölkəmiz humanitar sahədə öz mövqeyini göstərir. Azərbaycan ənənəvi olaraq öz yardımını davam edir, humanitar yardımlarımızı davam edirik. Bugün Ukraynaya 32 generator və 2 AVR sistemi gedəcək və qeyd etmək istəyirəm ki, əsas yönəm Fövqəladə Hallar Nazirliyinə, Ukrayna Fövqəladə Hallar Nazirliyinə və əsas Kiyevin balnitsasına və regionlarda mövcud olan infrastrukturlara yardım üçün təmin olunacaq. Eyni zamanda Azərbaycanın bu generatorlar göndərilməsi silsilə tədbirlərə çevrilib və bugün biz öz mövqeyimizi göstəririk ki, biz humanitar sahədə Ukrayna ilə yanaşı olaraq bütün onların insanların çəkdiyi əziyyətləri qarşılamağa hazırıq. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Azərbaycanın Ukraynaya göndərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yerində qurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon ABŞ dollarını keçib.